قل هل يستوي الذين يعلمون والذين لا يعلمون. إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا. من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له. أشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله. أما بعد. Və Kitab Tövhidin şərhinə davam edirik Allahın izni ilə. Və çatmışıq sizinlə 15-ci fəsilə. 15-ci fəsil Bəbu qavlillahi Teala, Allahın bu ayəsi Əyyüşrikunə mə la yaxluqu şeyən və hum yuxlaqun və la yestati'unə ləhum nasran və la anfusəhum yansurun. Yəni biz keçən dərsində götürmüşdük Allahdan qeyrisindən istiğasə etmək. Dedik 3 dənə şey var. İsti'azə, istiğasə, isti'anə. Aysa. Nə idi işin qardaşı olar? İsti'azə sığınmaqdır. İstiğasə o dar gündə, çətin anda sığınmaq. Çətin vaxtı istiğasədir. İsti'anə və iyyəkə nəstə'in. Yəni sadəcə yardım istəmək. Aysa. Yəni yardım istəmək. Bunların fərqini bilmək lazımdır. İndi o baba uyğun olaraq yəni yenə Allaha şərik qoşma haqqında yəni mövzudur ki, Allah Azza və Cəllənin bu ayəsini müəllif fəslin adı kimi qoyub sanki. Deyir ki, Əyyüşrikunə mə la yaxluqu şeyən və hum yuxlaqun. Deyir ki, onlar heç nə yaratmayan, heç bir şey yaratmayan, özləri yaradılmış olanları Allaha şərik mi qoşurlar? Və deyir, onlar və la yestati'unə ləhum nasran və la anfusəhum yansurun. Deyir, Allahdan qeyri dua elədikləri, Allahdan qeyri ibadət elədikləri, deyir, onlar o dua edənlərə yardım edə bilməz. Nəinki onlar özlərinə belə yardım edə bilməzlər onlar. Yəni kimə ki Allahdan qeyri dua olunur, onlar özlərindən istəyənlərə yardım edə bilməzlər. Nəinki özlərindən istəyənlərə, hətta özlərinə belə yardım edə bilməzlər. Aydındır? Deməli, bu ayədə Tövhidin böyük burhanı, dəlili haqqında fayda var. O hansı faydadır? Birincisi, Allahın qüdrəti. Allahın kamil qüdrəti və o da Allahın hər şeyi yaratmasıdır. Əyyüşrikunə mə la yaxluqu şeyən. Deməli, onlar heç nə yaratmayan şeyləri mi Allaha şərik qoşurlar? Əyyüşrikunə mə la yaxluqu şeyən. Heç nə yaratmayanları mı Allaha şərik qoşurlar? Bax, burada qaydadır. Yəni, yaratmırsa nədir? Məxluqdur özü. Yaradan xaliqdir. Burada xaliqin qüdrəti, məxluqun acizliyi var. Xaliqin qüdrəti, məxluqun acizliyi. Əgər xaliq yaradır və kamil yaratmağa qadirdirsə, yalnız ibadətə də o layiqdir və onun heç bir ibadətdə şəriki yoxdur. Heç bir şəriki yoxdur onun. Və necə ola bilər ki, yaratmayan və özləri yaradılmış olanlar Allaha şərik qoşulsun? Necə ola bilər? Aydınmı? Həmişə kimə ki dua edir, kimə ki şirk qoşur, və sonra o nəsə yaradıb, dağ yaradıb, yer yaradıb, dəniz yaradıb, nəsə yaratdığı var. Necə ki Allah Azza və Cəllə başqa ayədə Luqman surəsində buyurur ki, deyir, əruni məzə xaləqəl-ləzinə min duni. Deyir ki, göstər mənə ki, Allahdan başqa dua etdikləriniz, yəni onlar nə yaradıblar? Heç nə yaratmayıblar. Və sonra deyir ki, nəinki yaratmaq, deyir, hətta onlardan istəyənlərə bir fayda, bir xeyir verə bilməz. Aydın? Bacarmır, yardım edə bacarmır. Nəinki özlərindən istəyənlərə, deyir, hətta onlar özlərinə belə yardım edə bilməzlər. Deyir, sən elələrincə Allaha şərik qoşa bilərsən. Və sonra Allah Azza və Cəllə müəllif başqa ayəsini gətirir və deyir ki, və qavlihi Teala vəl-ləzinə təd'unə min dunihi mə yəmlikunə min qitmir vəl-ləzinə təd'unə min dunihi mə yəmlikunə min qitmir.
deyir, Allahdan qeyri dua etdikləri, fikir verirsən, subhanallah, burada vəl-ləzinə gəlir. Hər kəs, istəyir o peyğəmbər olsun, istəyir salih bir insan olsun, istəyir mələk olsun. Allahdan qeyri hər dua olunan kəs, bu ayənin mənası odur. Subhanallah. Yəni, Allahdan aşağı olan hər kəs. Deyir, onlar, subhanallah, deyir, onlar qitmirə belə malikdir. Qitmir nədir, qardaşlar? Qitmir, xurma çəyirdənin üstündə olan ağ pərdə var, şəffaf pərdə. Deyir, onlar hətta ona belə malik deyirlər. Biri var qitmir, biri var yəni pərdəsi xurmanın, biri var xurma çəyirdəyinin arxasındakı yumru dəlik, deşik. Bax, o. Bir ayədə gəlib ki, ona malik deyirlər. Aydın mı? Və sonra deyir ki, in təd'uhum, deyir, əgər onlar, yəni onlara dua etsələr, yəni Allahdan qeyrilərini çağıranlar, Allahdan qeyrisinə dua etsələr, lə yəsmə'u duaəkum. Görürsən? Özə fikir verin, burada bax, güclü dəlil var. İn təd'uhumu, hətta görürsən, bəzi təfsirçilər belə bütlər kimi təfsir ediblər. Amma bütlər kimi təfsir etmək tam siyaqa uyğun deyil. Tam ayənin mənasına uyğun deyil. Niyə? Çünki orada bütlər ümumi olaraq girir, amma in təd'uhum gəlir orada. Humdursa hum. Əgər bütlər olsaydı, hə olasıydı damir. Bütlər yox, deməli, canlılardan söhbət gedir. Yəni, bəziləri kimə? İmamlara, bəziləri övliyalara, burada bəziləri peyğəmbərlərə, mələklərə. Burada hum gəlməklə onu bildirir ki, yəni, onlar Allahdan qeyri canlı olan şeylərə, övliyalara dua edirlər, peyğəmbərlərə dua edirlər, Allahdan qeyri nəbim imamlara, özlərini salih saydığı kəslərdən istəyirlər. Amma Allah deyir ki, əgər onlar, bu çox möhtəşəm ayədir, deyir ki, əgər onlar onlara dua etsələr, lə yəsmə'u duaəkum. Bu ayə, deməli, Fatir surəsi 13-14-cü ayədir. Əslində bu ayəni su kimi əzbərmir. Fatir surəsi 13-14-cü ayələr. Bu ayə dəlildir ki, ölülər eşitmir. Deyir ki, in təd'uhum, deyir, onlara dua etsələr, lə yəsmə'u duaəkum. Duasını eşitməzlər. Həmişə Allahdan qeyrisindən istəyənlər nə deyirlər? Deyir, onlar eşidir. Amma Allah nə deyir? İn təd'uhum lə yəsmə'u duaəkum. Deyir, onlar eşitməzlər. Bax sonra nə deyir? وَلَوْ سَمِعُوا deyir, lap tutaq ki eşitdilər. Allah deyir, subhanallah, deyir, lap tutaq ki eşitdilər, deyir Allah. Eşitmir ha. Deyir ki, məstəcəbu ləkum. Deyir, onlara cavab verə bilməzlər. Eşitsələr belə deyir, cavab verə bilməzlər. Sonra bax indi, bu Allahdan qeyrisinə dua etməyə Allah nə adlandırır? وَيَوْمَ الْقِيَامَةِ يَكْفُرُونَ بِشِرْكِكُمْ Fatır surəsi 13-14 deyir ki, qiyamət günü onların şirkini inkar edəcəklər. Deməli, Allahdan qeyrisinə dua etmək nədir? Şirkdir, Allah Quranda deyir. Aydın. Deyir ki, in təd'uhum la yəsmə'u duakum və ləv səmi'u məstəcəbu ləkum və yevməl qiyaməti yəkfuruna bişirkikum. Deyir, əgər onlar Allahdan qeyrilərinə, başqalarına dua etsələr, deyir, onlar Allahdan, yəni qeyri dua etdikləri onların duasını eşitməzlər. Eşitsələr belə cavab verə bilməzlər və qiyamət günündə onların şirkini inkar edəcəklər. Yəni, tutaq ki, hər hansı bir peyğəmbərə dua olunur və ya Əli radiyallahu anhaya dua olunur. Hüseyin Həsənə radiyallahu anhumaya dua olunur. Fatimə radiyallahu anhaya dua olunur ki, ya Fatimə kömək ol, ya Əli kömək ol, ya Hüseyin Həsən kömək ol. Deyir, onlara dua etsə, ona eşitməyəcəklər. Və hətta eşitsələr belə, deyir, onlar cavab verməzlər. Yəni, cavab verə bilməzlər. Məstəcəbu ləkum. Onlar sizə cavab verməzlər. Və sonra nə deyir? Və yevməl qiyamət yəkfurun bişirkun. Yəni, onlar qiyamət günü Allah təala onları dirildəndə deyəcəklər ki, sizin bizdən istəməyiniz şirk idi. Biz onu inkar edirik. Allah ondan pakdır, münezzəhdir. Aydın mı? Necə ki, İsa əleyhissalam inkar etdiyi kimi Quran-ı Kərimdə. Bax, İsa əleyhissalama olunub dua. Bax, Allah təala deyir, ya İsa, ey İsa, əntə qultə linnəsi təxiduni və ummiyə iləhəyni min dunillah. Ey İsa, sən mi dedin insanlara ki, məni və anamı Allahdan qeyri ilahlar götürün? Sən mi dedin? İsa əleyhissalam deyir ki, Subhanək, deyir, sən pak və nöqsansızsan. Deyir, mən onu desəydim, sən onu bilərdin, mütləq bilərdin.
Fikirləsən, deyir, yəni səndən başqa ilah yoxdur. Subhanallah. Allah İsa əleyhissalam inkar edir. Şirkini inkar edir onların. Aydın mı? Və hətta Furqan surəsində ayə var. Yəni bu barədə hətta Allahdan qeyri daşlar, bütlər nə olur olsun hamısı inkar edəcək. Və yevmə yəhşuruhum və ya'budun min dunillahi. Biz o gün onları və Allahdan qeyri onların dua etdiklərini dirildəcək. Həulə iyyəkum ta'budun. Deyiləcək ki, onlara bunlar mı sizə ibadət edirdi? Onlar inkar edəcək. İnkar edəcək, subhanək, yəni sən pak və nöqsansızsan. Yəni, həmçün mələklər, Allah Teala deyir, biz o gün mələklərə deyəcəyik ki, deyir, bunlar mı sizə ibadət edirlər? Mələklər deyəcək, xeyr, Rəbbim, onlar cinlərə ibadət edirdi, bizə yox. Çünki Quran ayətləridir bunlar hamısı. Və sonra deyir ki, və yevməl qiyaməti yəkfuruna bişirkukum, və sonra nə deyir? Və lə yunəbbi'ukə mislu xabir. Deyir, bunu sənə yalnız Allah xəbər verər. Deməli, qəbirdə yatanların eşitməməsini kim bizə xəbər verir? Allah. Biz, yəni, bunu sənə Allah da xəbər verən deyir. Və sonra hədisləri gətirir. Deməli, hansı ayələrə baxacaq? Bax, Araf surəsi 91-92-ci ayələr, Fatir surəsi 13-14-cü ayələr. Fatir surəsi 13-14-cü ayələri əzbər bilmək lazım. Yəni, bu çox möhtəşəm ayələrdir. Və həmçə Vafis Sahih, Ənəs ibn Məlikdən gələn hədisdə, yəni Peyğəmbər sallallahu əleyhi və səlləm səhih hədisdir. Deyir ki, qalə şuccən nəbiyyü sallallahu əleyhi və səlləm yevm Uhudin. Uhud günü, Uhud döyüşü günü Peyğəmbər sallallahu əleyhi və səlləmin yəni üzünə müşriklər vururlar döyüşdə. Və kusirat rubaiyyətuhu. Və onun rubai dişləri, yəni ağzı dişlər, deməli köpək dişləri nə olur? Sınır. Rubaiyyə köpək dişləri 4 dənə daxı rubaiyyə. Deməli, onları sınır. Köpək dişi sınır Peyğəmbər sallallahu aleyhi və sələm. Fəqalə və deyir ki, keyfə yuflihu qovmun şəccu nəbiyyəhum. Deyir, Peyğəmbərin üzünü yaran qövm necə nicat tapa bilər? Peyğəmbərin üzünü yaran qövm necə nicat tapa bilər? Fənəzələt. Bu ayə nazil olur. Bu sözü Peyğəmbər sallallahu aleyhi və sələm deyəndə Allah bu ayələri nazil edir. Leysə ləkə minəl əmri şeyun. Deyir ki, sənə burada aid olan bir iş yoxdur. Subhanallah. Yəni, gör Peyğəmbər sallallahu aleyhi ve sellem, yəni Peyğəmbərliyinin isbatıdır bu ayə. Ki, özü ayə nazıb da anladı Peyğəmbər sallallahu aleyhi ve sellem. Yəni, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, necə bu qövm nicat tapsın? Peyğəmbərin üzünə vurub. Allah dedi ki, bu sənlik deyil. Biz səni bunun üçün göndərməmişik, bu nicat tapacaq, o nicat tapacaqmı deyə. Sən öz işini yerinə yetir. Subhanallah lazım. Gör Peyğəmbər sallallahu aleyhi ve sellemə Allah necə ayə nazil edib. Onlar kim idi? Müşriklər. Peyğəmbər sallallahu aleyhi ve sellemə yəni bir ki, sanki Allah azə və cəllə nədir? Öyrətdi ki, yəni sən bunun üçün deyilsən. Və həmçin bu ayədə böyük dəlil var. Nəyə? Leysə ləkə minəl əmr şeyun. Leysə inkar cümləsidir. Şeyun qeyri-müəyyənlikdir. İnkar cümləsində qeyri-müəyyənlik gələrsə bütün əşyaları əhatə edir. Və həmçinin əmr var burada. Minəl əmr, yəni kullül əmr. Yəni sənin idarəçilikdən heç bir payın yoxdur. Sənin idarəçilikdən əmr. Bu əmr nədir? Tədbirdir, idarə etmə. Əmr etməlidir mi? Deyir, idarəçilikdən sənin heç bir payın yoxdur. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm rububiyyədən, uluhiyyədən heç bir nəyi yox idi, payı yox idi. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm nə idi? Qul idi. Allahın rəsulu və qulu və elçisi idi. Qulu və rəsulu idi. Yəni bu ayə həm iki növ təvhidi özündə əhatə edir. Yəni leysə ləkə minəl əmr şeyun. Deyir ki, indi o birisi rivayətinə baxın. Həmçinin bu hədis İbn Umardan radiyallahu anhudan rivayət olunur. Ənəhu səmi'ən nəbiyyə sallallahu aleyhi ve sellem. İbn Umar bir dəfə Peyğəmbər sallallahu aleyhi ve sellem'i eşidir ki, yəqul izə rafa'a ra'sahu fir-ruku fir-rəkətil əxirə minəl fəcr. Sübh namazında, fəcr namazında ikinci rükətdə Semi'allahu limen hamidah deyəndə rafa'a ra'sahu minər-ruku. Deyir ki, ba'dəmə yəqulu Semi'allahu limen hamidah deyəndən sonra deyir ki, Rabbənə və ləkəl hamd. Bunu deyir, Allahumməl
Deyir ki, Allahümme əl'ən fulanən fulan. Deyir ki, Allahım filan kəsə və filan kəsə lənət et. Allahım filan kəsə və filan kəsə lənət et, adlarını çəkir onların. Fəənzəlallah, Allah bu ayəni nazil edir. Leysə ləkə minəl əmri şeyun. Bu ayənin arxası elədir ki, əv yətubə aleyhim, əv yuəzzibəhum fəinnəhum zalimun. Deyir ki, sənə bu işdən heç bir, belə deyək də, adiyyət yoxdur. İstəsə Allah onlara əzab verər, istəsə Allah onları bağışlayar. Fəinnəhum zalimun, onlar zalimdir. Yəni, sən öz işinlə məşğul olsan, peyğəmbərliklə məşğul ol. Fikir versənmi? Yəni, və fi rivayətin, başqa bir rivayətdə, yədu alə Safvan ibn Umeyyə. Safvan ibn Umeyyə bəddua edir. Və Suheyl ibn Amra bəddua edir. Və Haris ibn Hişəmə bəddua edir. Fənəzələt. Və bu ayətlər nazil olur. Ki, yəni, leysə ləkə minəl əmri şeyun. Yəni, bunların adlarını çəkib bəddua edir. Buxari rahimehullah deyir ki, bu iki hadisə baş verəndən sonra, yəni Uhudda üzü yarılandan sonra, dişi sınandan sonra və gəlib sübh namazında Semiyallahu limen hamidah deyəndən sonra ki, Allahım filan kəsə, yəni lənət et, filan kəsə lənət et. Bunu deyəndən sonra ayə nazil olur. Buxari rahimehullah deyir ki, yəni bunda ayələr nazil olub. Və fihi və həmçinin an Əbi Hureyrətə, yəni bu başqa hədisdir. Yəni bu hədisi izah edək ki, yəni bax, hətta Peyğəmbər sallallahu əleyhi və səlləm adını çəkib müşriklərə bir-bir bəddua edəndə Allah təala qadağan etdi. Deməli, bir şəxsə tək adını çəkib bəddua etmək olmaz, qadağa gəlib. Amma ümumi deyə bilərsən, Allahım kafirlərin bəlasını ver, Allahım zalimlərin bəlasını ver. Amma bir kəsin adını çəkib bəddua edəndə Allah neynədir? Qadağan, leysə ləkə minəl əmri şeyun. Yəni, buradan sənə deyir, heç bir adiyyəti yoxdur bu işin. Yəni, istəsə Allah onlara əzab verər, istəsə Allah onları bağışlayar. Ona görə, yəni, baxın, yəni, bu həmçinin Peyğəmbər sallallahu əleyhi və səlləm peyğəmbərliyin isbatı var burada. Necə? Yəni, heç Allah Rəsulü sallallahu əleyhi və səlləm özünü danlayan bir ayəni, yəni, danışardı mı? Əgər hər hansı bir, yəni, özündən danışan olsa da, aydın mı? Nə qədər ayətlər var Peyğəmbər sallallahu əleyhi və səlləmi, elə bir ki, sanki yəni, Allah subhanətə tərbiyə edib, ədəbləndirib ki, yəni, belə etmə, belə et, yəni, subhanallah lazım. Yəni, bunlar görünə qədər Allahın böyük ayətləridir. Və həmçinin başqa hədisdə gəlib ki, fihi an Əbi Hureyrətə, Əbu Hureyrədən gələn hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm qalə qamə Rasulullah sallallahu əleyhi və səlləm hinə ənzəlallah aleyhi və ənzir aşirətəkəl əqrabin. Əbu Hureyra radiyallahu anh deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm Allah bu ayəni nazil edəndən sonra durdu və dedi ki, hansı ayədə deyir ki, və ənzir aşirətəkəl əqrabin. Deyir, ən yaxın qohumlarını, yəni yaxın qohumlarını xəbərdar et Allahın dinindən. Və sa'adə safə. Sa'adə as-safə. Səfa dağına çıxdı. Səfa dağını görmüsən də şeyx. Səfa Mərva. Fəqalə və dedi ki, ya mə'şərə Qureyş. Ey Qureyş. O kəlimətə nəhvəhə və buna oxşar bir söz deyir. Yəni, iştərəv anfusakum. Deyir, özünüzü alın. Yəni, özünüzü satın alın. Yəni, oddan, cəhənnəm odundan qoruyun özünüzü o mənada. Lə uğni ankum minallahi şeyən. Deyir, mən sizi heç bir şeylə, yəni sizə fayda verə bilməyəcəm. Lə uğni ankum minallahi şeyən. Yəni, mən sizi Allahdan qoruya bilməyəcəm. Ya Abbas İbn Abdülmuttalib öz əmisinə müraciət edir ki, ey Abbas, Abdülmuttalibin oğlu, yəni də, deyir ki, lə uğni ankum minallahi şeyən. Deyir, sənə heç bir fayda verə bilməyəcəm qiyamət günü. Ya Safiyyətu Ammətə Rasulillah, lə uğni anki minallahi şeyən. Peyğəmbər sallallahu əleyhi və səlləmin bibisi Safiyyə idi. Radiyallahu anhə. Deyir ki, ey Safiyyə, Peyğəmbərin bibisi, mən səni heç nə qoruya bilməyəcəm. Yəni, və sonra deyir ki, ya Fatimətu, ey Fatimə, bintə Muhammedin qızı sallallahu aleyhi və səlləm, səlini min məli məşə etdi ki, mənim malımdan nə istə sənə verim. Övladı olub da. Deyir, malımdan nə istə verim sənə. Lə uğni anki minallahi şeyə, deyir, Allahdan səni qoruya bilməyəcəm. Yəni, bu ayə nəyə, bu hədis nəyə dəlildir? Yəni, hətta peyğəmbərlər belə öz yaxınlarına fayda verə bilməyəcək. Deməli, fayda verən nədir? İman. İman, fayda verən iman. İman yoxsa, qohumluq heç bir faydası yoxdur. Allah, Peyğəmbər sallallahu aleyhi ve sellem başqa ayda nə deyir? Deyir ki, mən batta, başqa hədisdə nə deyir Peyğəmbər sallallahu aleyhi ve sellem? Deyir ki, mən batta bihi əməluhu, ləm yusri' bihi nəsəbuhu. Kimin əməli gecikərsə, əsli nəcabəti, nəsli ona fayda verə bilməz.
Kimin nəslindən olursan ol. İstən Peyğəmbər nəsli ol, istən salih nəsli ol, istən falan kəsin nəsli ol. Heç kim səni müdafiə edəməyəcək. Bəzi insanlar deyir ki, mənim oğlum ibadət edir mənim. Nə oğlum? Peyğəmbərin qızına Peyğəmbər dedi ki, mən sənə fayda verə bilməyəcəm. Deyir qızım, bu Peyğəmbər qızı idi. Sallallahu aleyhi ve sellem. Fikir versəm, özü kim? Qadınların ən xeyirlisi Fatimə radiyallahu anhə. Yəni, ona belə Peyğəmbər sallallahu aleyhi ve sellem ki, mən sənə fayda verim. Çünki Allah insanları hamısı ibadət üçün yaradıb. Buna Quran-ı Kərimdə nə qədər dəlillər var. İbrahim əleyhissalam atasına fayda verə bildi? Xeyr. Hətta Allah azə və cəllə onu yəni qiyamət günü erkək kafirə döndərib. İbrahim əleyhissalam atasını. Erkək kaftara, üzr istəyirəm kafirə. Kaftara döndərir. Yəni fikir versəm, yəni və həmçinin Nuh əleyhissalam oğluna fayda verənmədi. Nuh əleyhissalam öz zövcəsinə fayda verənmədi. İman gətirməmişdilər. Lut əleyhissalam öz zövcəsinə fayda verə bilmədi. Fikir versəm, bu boyda dəlillər var Quran-ı Kərimdə. Ona görə qara bəli, yaxınlıq heç bir fayda verə bilmir. يَوْمَ يَفِرُّ الْمَرْءُ مِنْ أَخِيهِ وَأُمِّهِ وَأَبِيهِ وَصَاحِبَتِهِ وَبَنِيهِ لِكُلِّ امْرِئٍ مِنْهُمْ شَأْنٌ يُغْنِيهِ. O gün deyir, insan atasından, anasından qaçacaq. Övladlarından qaçacaq, qardaşından qaçacaq. Zövcəsindən, övladlarından qaçacaq. Hər kişinin həmin günü kifayət qədər məşğul edən iş olacaq. Qiyamət günü. Dəhşət olacaq qiyamət günü. Yəni, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, mən sizə heç bir fayda verə bilmərəm. Bu qədər kifayətdir. İnşallah gələn dərs faydaları götürərik. İnşallah. Allah bilir daha doğrusunu. Subhanəkəllahum həmdik. Əşhədu an la ilahə illə əntə əstəğfiruka və etûbü ileyk.